Hörmətli müəllimlər, əziz şagirdlər və dəyərli qonaqlar, bugünkü tədbirimiz Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan Zəfər gününə həsr olunmuşdur. Bugün qəhrəman ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əldə etdiyi möhtəşəm qələbənin rəmzidir. Xalqımızın birlik, iradə və əzm göstərərək tarixi ədaləti bərpa etdiyi gün kimi tarixə həkk olunmuşdur. İndi isə Azərbaycan Respublikasının dövlət himnini səsləndirərək tədbirimizi açıq elan edirəm. İndi isə bizə bu qələbə sevincinin yadəsini bir dəqiqəlik sükutla yad edək. Allah şəhidlərimizə rəhmət etsin. Azərbaycan əsgəri öz canı, qanı və fədakərliyi ilə torpaqlarımızın azadlığını təmin etmiş, vətənimizin bütövlüyünü qorumuşdur. Bu zəfər bütün xalqımızın qürur mənbəyidir. Tədbirimizin məqsədi həmin qəhrəmanlığı yad etmək, şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla anmaq və gənc nəslə vətənə sevgi, sədaqət və məsuliyyət hissini möhkəmləndirməkdir. Şəhidlərimizə ruhu qarşısında baş əyirik, qazilərimizə və bütün ordumuza dərindən təşəkkür edirik. İndi təqdim olunacaq səhnə, tarixdə yaşamış ağır və acı gerçəkləri xatırlamaq məqsədi daşıyır. Bu səhnə işğal illərində dinc Azərbaycan əhalisinin üzləşdiyi faciələri və o dövrün ağrılarını canlandırır. Məqsəd düşmənçilik deyil, tarixi yaddaşı qorumaq, sülh və ədalətin dəyərini dərk etməkdir. Lay 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 lay, lay 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 lay, lay lay balama lay lay, körpə balama lay lay. Ana! Ana, bacı, ana! Ana, bacı, sizin misafiriniz olacağım, buradan yerdə qalmayın. Biz bu faciəni unutmuruq. Amma keçmişin ağrılarını, gələcəyə ədaləti və sülhün naminə xatırlayırıq. Qeyd etdiyimiz hər bir xatirə bizi daha güclü edir. Azərbaycan tarixinin dönüş nöqtəsini, Vətən müharibəsinin başlandığı günü və torpaqlarımızın azad olunması uğrunda gedən mübarizəni əks etdirir. Bu səhnənin məqsədi qələbəyə aparan yolu, xalqımızın birlik və iradəsini, Azərbaycan əsgərinin rəşadətini göstərməkdir. Bugün sənə Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, bu cümlədə ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi ateş edək. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qaldır. Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşullarımızın bütün cəbhə boyu əks-üzün əməliyyatına başlaması barədə qərar verir. 2020-ci il 27 sentyabr Azərbaycan ordusu öz suveren torpaqlarını azad etmək üçün əks-üzün əməliyyatına başlayır. Xalq bir yumruq kimi birləşir. Cəbhəyə gedən hər bir əskər vətənin taleyini öz çiyinlərində daşıyır.
neye zərбə vurmalıyıq ki, düşmən o zərbədən ayrılmasın? Böyük Rusiya yerler Füzuli bizimdir. Cebrail bizimdir. Zengila bizimdir. Bubadlı bizimdir. Ağdam bizimdir. Laçın bizimdir. Kelbecer bizimdir. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azerbaycan'dır. Eş topluluğu. Zəfər bizimdir bizim, qəlbimiz döndür dava, yollar bizə aparır, gedirik Qarabağa. Vətəndaşlar bizi hayalət neymətindən, doymaq olman ki sənin, doğma məhəbbətindən. Şücaətli oğullar, bayraq sancdı hər yana, imza atdı ordumuz, ən müqəddəs məqama. Vətənin dar günündə xalq yumruq təkbir oldu, azad oldu torpaqlar, birlik qələbə çaldı. Səma aydın bulutsuz, dağların yarım göyü, qanla alınan torpaq, canla qayıtda geri. Zəfər xəbəri gəldi, noyabrın 8-i, xalqımız çox sevindi. Hey yaşa Azərbaycan. Yeni tarix yazıldı, qəhrəman adlarından. Eller dastan oxudu, tarix yazanlarından. Çox şükür bu günlərə, biz qazandıq qələbə, həvəslə alıram mən bu şeirimi qələmə. Ürəyimsən, döyünürsən qəlbimdə, odlar yurdum, nəfəsimsən sən mənim, qürurumsan, damarımda qanımsan, Azərbaycan mənim ana vətənim. Candan əzizsən ey can, hey yaşa Azərbaycan. Zəfər günün mübarək, çox yaşa Azərbaycan. Bu torpağın ərdaşı vətənidir. Bu torpağın ərdaşı vətənidir. Onun uğrunda canından keçər. Onun uğrunda canından keçər. Qanıyla tarix yazır. Qanıyla tarix yazır. Özü bu tarixə sığmayan. Özü bu tarixə sığmayan. Bir ananın oğlu kimi doğulur. Bir ananın oğlu kimi doğulur. Min anaya oğlu olan. Min anaya oğlu olan. Havanda. Havanda. Suyunda. Suyunda. Şehadet yurdunda. Şehadet yurdunda. Vətən dirliği. Vətən dirliği. Bize bu kanlı dövüşləri qələbə ruhunu yaşadan. Bize bu kanlı dövüşləri qələbə ruhunu yaşadan. Evine bayrağa bükülüp döner. Evine bayrağa bükülüp döner. Şehitlerimizin ruhuna. Şehitlerimizin ruhuna. An içirəm. An içirəm. Sizi unutmarım. Sizi unutmarım. Unutturmarım. Unutturmarım. Hatıranın əbədi. Hatıranın əbədi. Adınız ölmezdi. Adınız ölmezdi. İndi isə 7 sınıf şagirdlərin Zəfər gününə həsr edib, Zəfər rəqsini təqdim etməm.
müqəddəsin, xalqın birliyinin, şəhidlərin müqəddəs qanın və əsgərin qələbə əzmin nəticəsi idi. Biz bu tarixi günü qürurla haqlayırıq. Şəhidlərimizə ruhu qarşısında baş əyirik. Qazilərimizə minnətdarlıq bildiririk. Vətən uğrunda can verənlərin xatirəsi əbədi yaşayacaq. İndi isə sözü tədbirimizdə iştirak edən, bugünün sevincini bizə bəxş edən hərbçilərimizə veririk ki, onlar zəfər sevinclərini bizimlə bölüşdürür, öz təbrələrini bizə versinlər. Əziz və dəyərli müəllimlər, əziz və dəyərli şagirdlər. İlk növbədə mən sizə öz minnətdarlığımı bildirirəm ki, məhz bu tədbiri təşkil edib bizi dəvət etmisiniz. Bizim üçün hər birimiz üçün bugünkü gün çox qürurverici bir gündür, tarixi bir gündür. Qızıl hərflərlə Azərbaycan tarixinə yazılmış bir gündür. Məhz bizim iştirakımızla həmin tarixi yazılmaqda çox böyük qürur hiss duyuruq. Və ən böyük qürur hissimiz ondan ibarətdir ki, məhz biz illər boyunca bundan öncə bu məktəbi bitirmişik, bu məktəbin məzunları olmuşuq. Və bugünkü gündə də məhz bu məktəbə bizim övladlarımızın təşkil etdiyi tədbirə gəlmişik. Bundan gözəl nə ola bilər ki? Çox sağ olun, minnətdarım hər birinizə. Müəllimlərimiz, əziz şahidlərimiz, mən də Cənab Polkovnikin dediyi sözlərə qoşuluram. Bəli, qan döyüşü, vuruşlu şüyük gələcəkdə bu övladlarımız bundan sonra Kiravanya'dan. Ya da öz minnətdarlığımızı bildiririk ki, bizi heç hayatdan satmırsınız və müqaviməli olaraq belə xatırlarsınız və bu körpələrdə vətənpərvərlik sevgisini hər zaman aşırırız. Çox sağ olun. Mən də rəislərin hər bir sözünə quşduram. Birinci növbədə məktəb rəhbərliyinə təşəkkür edirəm, müəllimlərə təşəkkür edirəm ki, hər il bu anı qeyd edirlər, yaşadırlar. Allah şəhidlərimizə də rəhmət eləsin. İnşallah ki, bundan sonra bizim davamçılarımız, gənclərimiz, bizim evlatlarımız belə bir şeydən qarşılaşmazlar. Çox sağ olun. İndi isə sözü məktəbimizin tərbiyə işləri üzrə direktor müavini Xatirə Mahmudovaya verək ki, tədbirimizlə bağlı öz fikirlərini bizimlə bölüşsün. Mən üçün gözlənilməz oldu. Mən həqiqətən sizlərin hamınıza minnətdaram. Sinifə yetişəcək, qaz sinifi, o həməyimə çox minnətdaram ki, belə gözəl tədbir təşkil eləmişsiniz. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizin qarşısında baş əyək, Allah canlarını sağ eləsin. Burada bugün 3 nəfər oturubdur, hər üçümüz qazimiz, hər üçü bizim şagirdimizdir. Dərs desəm də, deməsəm də, hər üçü ilə məktəbdə, mən işlədiyim devirdə bizim məktəbdə şagird olublar. Hər üçünü çox gözəl xatırlayıram və bilirsiniz, uşaqlar o qədər təsirləndirdilər ki, söz demək çox çətindir. Sizin timsalınızda, sizin simanızda bütün bizim bugün burada rahat nəfəs almağa gətirib çatdıran hər bir kəsə çox sağ ol deyirəm, şəhidlərimizin qarşısında baş əyirəm. Allah sizi kimi oğlanları qorusun ki, sizlər varsınız deyən biz bu günlərin, bu uşaqları və biz müəllimlər bugün burada rahat oturmuşuq, rahat nəfəs alırıq. Təşəkkür edirəm uşaqlar. Sizin sinifə də ağır iş prosesində bizə vaxt ayırdılar, zaman ayırdılar. Uşaqlarımızın xahişini yerinə yetirdilər. Bugün bu tədbirdə bizimlə iştirak etdilər. İlk öncə, əlbəttə, şəhidlərimizin, qazilərimizin qarşısında baş əyirik. Allah bütün vətənimizi qorusun, donub tövləşdirən oğlanları qorusun. Yaxşı ki varsınız, yaxşı ki sizlər olmuşsunuz və vətənimizi artıq bütövlüyünü bərpa etmişsiniz. Sizlərin qarşısına baş əyirik. Bugün tədbirimizə gəldiyiniz üçün bir daha təşəkkür edirik. Var olun.
Ümid edirəm tədbir yaxşı keçmişdir. Gözəl keçmişdi. Əlbəttə ki, bizim hər bir xüsusilə hər bir yolçular olsun. Sağ olsun. Belə bir vaxt Allah sizi ilə var eləsin. Bəli. Yaxşı ki siz varsınız, yaxşı ki bir bizi deyir, başımıza eləmsiz, müzad eləmsiz. Sağ olun. Bu uşaqlar üçün də böyük bir nümunədir. Nəqalanda canlı qəhrəmanlar görürlər. Və yaxşı olar ki tez-tez gələsiz məktəbə, təkcə tədbir üçün yox. Elə Bunlar o dərəcədə vətənpərvərlik duyğusu hissi ilə böyüyürlər ki, bunlara demək nəsə heç bir şey yox, təcrübə artıq olasın. Belə də götürəsiniz, biz də bu yaxşı olmuşdur. sözsüz, sağ olun. Bəli, biz də şıltaqlıq eləmişik. Biz də bəzən ki, görürsünüz, müəllimlər danlayıb. Bu təbii bir şey. Tək şıltaqlıq olsun, tək nadişlik olsun, tək dəcəllik olsun. Ümumiyyətlə, mən həmişə bir söz deyirəm, müəllimin yaddaşında iki cür şagirdlər qalır. Ya həddindən az çox gəlir, ya da həddindən az çox yaxşı oxuyacaqlar. Geri yaddaşda qalır, heç şeydə yadda qalmasınlar. Yenə də əlbəttə ki, təşəkkür edirəm, vaxt satıb gətirdiyiniz, gəldiyiniz üçün bizimə. Sadəcə